Beauty Monster'ın plazma pen cihazıdır hal-hazırda. İşləmə funksiyası. 3 düyməsi var üzərində, 4 də hətta. Bu atış atmaq üçündür. On-off, power və free. İlk öncə on-off'a basırıq, cihaz yanır. Power onun enerji tənzimləməsidir. Free isə enerjini azaltmaqdır. Yəni power ilə artırırsınız, free ilə azaldırsınız. Bu qırmızı düymə ilə isə atış atırsınız. Deməli, bunun prinsipi nədir? Düyməni bastığınız təqdirdə bədənə və yaxud da ki, yaş olmayan dəri səthinə təsir göstərir. Təsir nəticəsində də ora tok ötürür. Özünün uzvulları var. Bunun içərisindədir. Taxmayacağım, zaten taxsam belə hal-hazırda videodan onun işləməyini tam olaraq görə bilməyəcəyik. Eyni qaydada da söndürməyini on-off'a basıb söndürə bilirsiniz. Bu cihazda batareya ilə işləyir. Yəni, zərətqə aparatından zərətqəyə qoyursunuz ona. Bu cihazın əsas qaydalarından biri tam yaş səthi, yəni deyək ki, dəri ilə işləyirik. Atış atdığımız zaman artıq həmin hissədə qan və yaxud da ki, hər hansı bir çirk yaranarsa, cihaz avtomatik olaraq özünü bloklayır. Ona görə də istifadə zamanı maksimum şəkildə təmizləyib yenidən davam etmək lazımdır. Çünki dərinin özünün nəmliliyi qədər bu cihaz ora tok ötürə bilir. Tok nəmliliyi çox olarsa, tok artıq avtomatik olaraq bloklanır.